Çox alçalma, çox alma istəyi yaradır. Niyə? Təsəvvür edin, getmisiniz lüks bir markanın mağazasına. İnteriyer gözəldir, kolleksiya gözəldir, amma satıcının sizə olan yuxarıdan aşağı baxışları sizi qıcıqlandırır. Və siz düşünürsünüz ki, bu satıcının şəxsi keyfiyyətidir. Əslində belə deyil. Bu lüks markaların marketinqidir, bu bir xüsusi strategiyadır. Yəni o satıcıları elə olmağa öyrədirlər. Çünki onların yuxarıdan aşağı baxışlarını görəndə siz istər-istəməz özünüzü isbata keçirsiniz və bu bir manipulativ şəkildə sizi nəsə almağa sövq edir. Və siz o lüks markadan nəsə alaraq həm özünüzə, həm o satıcıya sübut eləməyə çalışırsınız ki, siz də bu lüks dünyaya aidsiniz. Buna aid real кейsdə mənim bir yaxın rəfiqəm yaşayıb. Evinin təmiri dövründə çox sadə bir geyimdə gedib lüks bir markanın mağazasına satıcının alçaldıcı baxışları ilə qarşılaşıb və çantasında olan, təmirə aid olan puldan götürüb 550 manata yay betlamka salıb. Təbii ki, buna çox peşman olur. Buradan da bu nəticəni çıxardırıq ki, nə qədər çox alçalmış hiss ediriksə, o qədər çox almağa meyl edirik. Və sizin belə təcrübəniz olubmu?